Bəzən görürsən bir uşaqdır, atasından küsüb, savaşıb getmir evə. Ya gedir, atası qəbul eləmir. Salıb çölə. İstəmir. Bu gedir bir hörmətli ağsaqqal tapır, atasının ən yaxın dostunu tapır, deyir, xahiş edirəm, gəl, mənim əlimdən yapış, məni apar atamın evinə. Sənin hörmətüvə qoy məni qəbul eləsin. Peyğəmbər buyurur, Əl-əimmətu min vuldil Hüseyn əleyhissalam. Hüseyn və Hüseynin balaları, neçə imam ki var, 9 imam Hüseynin nəslindəndir, buyurur, hum əl-vəsilətu iləllah. Bunlar vasitədirlər ki, insanları Allaha çatdıralar. Həzrət buyurur, Peyğəmbərin hədisidir, mən əhəbbə ən yərkəbə səfinətən nəcat. Hər kəs istəyir, nicat gəmisin, minsin və yəstəmsikə bil-urvətil vusqa və möhkəm ipdən yapışsın və yə'təsimə bihablillahil mətin və ən güclü bir ipdən yapışsın ki, qırılmasın. Fəliyuvali əliyyən bə'di, məndən sonra Əlini sevsin və liyuadi adubbəhu, onun düşmənindən uzaqlaşsın və liyətimmə bil-əimmə, imamların yolun geçsin, onları tabiilik eləsin. Buyurur, bax, ən yaxşı vasitə bulardır. Bunların vasitəsi ilə çatmaq olar. Bunlar vasitədirlər. Allah buyurur, vəbtəğu ileyhil vəsilə. Vəsilə bulardır. Peyğəmbər deyir, vəsilə bulardır.